məbəd Zikkurat kainatı ifadə edir dedik, kainatı təmsil edir dedik və zirvəsi də dünyanın bir mərkəzidir, yəni zirvəsi uca bir mərkəzdir bu Zikkuratın və sonraları bu qütblə bir tutulacaqdır, həmin bu uca mərkəz və kral bir Zikkuratın qatlarını çıxarkən kainatın mərkəzinə çatır əslində və beləcə də o qütbdə oturan tanrılarla eyniləşir, özdeşləşir və müqəddəs şəhər də necə mərkəz olur, o qala divarlarla əhatə olunur və mütləq içərisində həmin bu qala divarlarının içində məbəd olmalıdır və beləliklə bu qala divarların arxasında olan bu məbədə sahib olan müqəddəs şəhər bir mərkəz halına gəlib çıxır və yəni kozmik dağın dünyanın zirvəsi halına gəlib çatır və avtomatik olaraq da burada yaşayan əhali də o sehirli bir şəkildə mərkəzdəki sahiblərlə, yəni o tanrılarla bir tutulurdu, onlarla eyniləşdirilirdi və bir çox Hind və Şərq şəhərlərində də biz bu vəziyyəti görürük, eynidir bu orada da vəziyyət və bütün dillərdə əslində biz o mərkəz haqqında bir xalq deyimi eşidirik, dünyanın göbəyi kimi xalq deyimi eşidirik və bəzi Sami ənənəsində bunun mənası ancaq dünyanın mərkəzinin orada olduğu demək deyil, həm də dünyanın yaradılışının da oradan başladığıdır. Həmin bu istər böyük müqəddəs olsun, istər əziz olsun, o uca yaradıcı dünyanı bir embrion kimi yaradır və necə yaranır embrion? Göbəkdən xaricə doğru böyüyən embrion kimi və eyni ilə bu şəkildə də Tanrı da dünyanı göbəkdən başlayaraq yaratdı və oradan hər istiqamətə doğru genişlətdi.